Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, gözəl dostlar. Mən sizə bir şey deyim. Allahın salamı hər kəsin üzərinə olsun. Amin. Bir şey deyim. Bu internetlə bağlı, telefonla bağlı ki deyirlər, gərginlik olur, şüa var, işıqdan həm şüa var falan. İnsanlar özünü pis hiss edir, yəqin onu ziyandır, xəstəlik yaradır falan. Onun əsl kökündə odur ki, o şüa hər yerdə olsa, əvvəl elə var idi ki, o şüanı da tapıblar da, yəni də bu şeylər əmələ gəlib də, o şüa dünyada olmasaydı, bəs necə bu texnikada bu şeyi istifadə edə bilərsə, gəldə bilərsə. Yəni Allah dünyanı yaradır, yaradanda da o şüalar da yaradırsa mən elə gəlir. Amma demək istəyirəm ki, qədimdə biz deyirik ki, keçmiş zamanlarda əsəb bu qədər yox idi, insanlar rahat yaşayırdı, belə xəstəliklər yox idi. Mən fikirləşirəm ki, düzünü deyim, Allaha şahid tutub deyirəm ki, bu xəstəliklər ondan yaranışı gərginlikdən, pis havalardan, streslərdən, üst-üstə gələn əsəblərdən. Bunların kökündə internet, telefon durur, işıq durur. Onlar yaradır yəni bunu. Məsəl üçün, mən əvvəllər kiməsə zəng edir, təsirlərində ürəyimi boşaldırdımsa, heç yenə də adam rahatlanmırdı. Kimsə deyirdi ki, bu narahatdır, kimsə deyirdi, bu niyə belə eləyir, həyəcanlıdır falan. Allaha and olsun, hamısı keçir, gedir, mən təzə Allahın köməkliyi ilə kəşf eləmişəm demək istəmirəm. Yəni, yekəxana deyiləm, amma valla bilənlər varsa, mən də bunu özümdə dəqiq bilirəm və çatdırıram ki, mən telefonu söndürməkdən başqa elə adamlar var ki, rahatlanmaq üçün elə adamlar var ki, onları blok eləyəndən sonra ona satıram, yəni rahatlığa satıram. Blok edirsən, hətta elə olur ki, onlara demişəm ki, siz də blok edin məni, yaxud səsini azaltmaqla. Baxır ki, hansı məqamda necə, onu səsin, telefonunu azaltmaqla, onunla da alınmırsa, telefonu söndürməklə, ən çox interneti söndürməklə, təmiz söndürməklə. Bu keçib gedir, baxmasan da söndürməlisən. Yaxud olur ki, işıqda bir otaq söndürməli işığı, yaxud da olur ki, oksidən söndürməklə, avtomatdan söndürməklə. Adam sanki kənddə bir istirahət zonasına düşür, beynir, bütün o gərginlik, sıxıntı, ağrı, nə bilim nə, hamısı keçib gedir. Hamısı. Keçmişdən ibrət götürmək lazımdır da, hamı bilir. Keçmişdə nə internet var, nə telefon belə sürətlə inkişaf, texnikadır, inkişaf edir, nə cürbəcür formaları tutur telefonların. Həvəslənmək lazım deyil. Elə keçmişdəki kimi sadə də olansaq, o həkimlərə də qatıb dərmanlarını da ancaq düşməli, o xəstəlikli, pis xəstəliklər də yaranmır. Belə, bir də bir şey deyim ki, mələklər, Allahımız buyurur ki, mələklər möminlər vəfat edərkən onlara nazil olub deyəcəklər ki, Qurandadır. Biz dünyada və axirətdə biz sizin dostlarınızıq. Bəli, mələklər insanlarla baxır kimə necə dostluq lazımdır. Boşluq olan yerdə, yəni onlar var, Allahın izni ilə o dostluğu yerinə yetirirlər. Adam, şəxsən mən tək yaşayıramsa da dünyanın ən bəxtəvəriyəm. Ən bəxtəvəriyəm. Çünki mələk məndən dostluq edir. Mələklər məndən dostluq edir. O formada ki, mən danışmıram, mən etmirəm. Ancaq onlar çox da ağzımdan çıxır o söz. Məsələn, mən deyiləm deyən, hətta məndən söhbət edir, mən deyiləm. Hansısa qüvvənin, hansısa varlığın, əvvəl mən hətta başa düşmürdüm. Mən bir dəfə dalaşırdım ondan, yəni belə ki,
deyirdim, əl çəkinərsə, mən elə bildim cindir mənə, cin şeytandır. Pis şey eləmirdi, amma danışdırırdı. Mən də danışmaq istəmirdim, bezdirdim. Axır ki, mən başa dedim, axır dedim, sən kimsən axır? Dedim, mən mələyəm. Mənim ağzımdan çıxan sözlərdir, yenə deyirəm, ancaq mən deyildim, deyən, hansısa o varlıq demək olmaz. Çünki dəqiq deyirəm ki, mələklərdir. Psixiatriya başqa şeylərin ucuna atılmışam. Demiş qəribədir, qəribə deyə, yaxud da atasız qızların başına çox şey gəlir də, qardaşı olmayanlar. Nəsə, zəmanə pisdir, elə bir çox şeylər var. Nəysə, amma ki, o psixiatriyalarda əziyyət çəkəndən sonra mən axırdan axıra, yəni hamı orada mənə hörmət edirdi ki, onun başına oyun gəlir. Ancaq son vaxtlarda məndə mələklərlə dostluq yarandı. Belə ki, mən psixiatriya atılanda heç bir həkim görmürdü ki, mən mələklə danışıram. Çünki orada danışmırdım, özüm danışmaq istəyirdim. Mən çəkinmirdim, deyirdim, fikirləşirdim. Allah əgər istəyirsə, istədiyi bir şeydirsə, niyə çəkinməliyəm ki? Amma evdə çox danışdığımız halda mələkdən sonra, yəni psixiatriya atılanda bir neçə gündən sonra gördüm danışmır axı da, yəni evdə təsəvvür bütün gün danışsan, ora getdin, danışmırsan. Deyirdim ki, yavaşlıq soruşdum, heç kəs eşitməsin. Dedim, mələk, haradasan? Dedi ki, mənim ağzımdan çıxan sözlər, amma mən deyiləm onu deyən. Dedi ki, yəni, mən buradayım, yanındayım, ancaq sənlə danışmayacağım. Çünki danışsaq səni buradan qoymazlar çıxmağa. Güya belə, və zülüm verdilər, güya müalicələrdə, o psixatrik dərmanlar da ki, bilirsin, narkotik tərkibli, axmaq şeylərdir. Nəysə, danışmayın, başıma gələn oyunları, pis şeyləri danışmayın. Axır ki, çıxırdımsa oradan, çıxıb gəldiyim günü saatı başlayırdıq danışmağa, bütün gecəni başlayırdıq danışmağa. Psixiatriyada bir dəfə mən bir həkimlər, professorlar gəlirdi, tələbələri gətirirlər, güya da təcrübə aparırlar, nəsə də o tələbələr danışdırırdı, güya xəstələri, çoxu dinlərlə, mələklərlə danışan varlıq, nəysə, yəni psixiatrların bilmədiyi şeylərdir ki, yəni mələklər, dinlər, hər şey, şizofreniya falan xəstəliyi adı ilə şizofreniya cürbəcür dalınca diaqnoz qoyurlar. O, nəysə, 3 nöqtə demirəm, amma 3 nöqtə təsirləndim nəysə. Bu bədbəxtçilik, yəni yer üzündə, yer kürəsinin üzünün cəhənnəmi olan psixiatriyalar, tutulmaq yaxşı şeydir, yaxşı deyil, amma türmə başqadır, psixiatriya yer üzünün cəhənnəmidir. Ora atılanlar da ki, bir 60%'dən çoxu sağlam adamlardır, başına oyun gələnlərdir. Nəysə, yazma salmayayım, orada gördüyüm adamlarla danışdığım, bildiyim bəzək taleləri. Nəysə ki, bu orada o professor, mən ona dedim ki, o tələbələrini gətirdi ki, mənim güya danışdırmağa. Ona dedim ki, deyin görür, bu nətər şeydir ki, yaxşı, mən bura gəlirəm, danışmıram. Heç bir dərman, fərqi yoxdur. Yaxşı, dedim, tutaq ki, belə hesab edirsiniz ki, dərmanı verdiniz, amma danışan elə danışır. Məsələn, orada görmüşəm, illərlə danışır, dərmanları nə qədər verirsə, yenə də danışır, illərlə danışır. Çoxunu da çıxmağa qoymurlar, qorxurlar onlardan. Amma ki, deməli, dedim, mən nətər olur ki, mən buradan çıxan kimi çıxdığım saat danışıram, nətər o müalicəviz nə oldu və yaxşı, evdə danışıram, bura gəlim danışmıram, gəldiyim anla.
Çıxanda yenə danışır. Mələk də mənə deyir ki, sənlə danışsaq burada səni qoymazlar çıxmaq. Bu nətər o? Dedi, onda dozanı artırmaq lazımdır. Bu da həkim. Deyirəm ki, siz bir diqqət edin. Evdə danışıram. Özü əvvəl elə bu mələklə danışdığıma görə atılmamışım. Bir-iki dəfə sondan sonra. Nəysə. Deməli, mən nəyə toxunmaq istəyirəm əsas məsələyə? Allahımız buyurur ki, mələklər insanları qoruyur. O ayə var, öndən, arxadan qoruyur. Elə mələk də var ki, çinimizdə yazır hamısını elədiklərimizi. Amma Allah başqa ayələr də var axı. Cinlərin, indi o bayaqçı ayəni dedim, insanlarla dostluq var mələklərin. Danışıq tərcüm gözəl deyil, düzdür, amma bu dəlili əlamətdir. Danışdıqca fikirləşirəm ki, o boyda nələr görmüşəm, hansını danışım, nəyi danışım. Bəli, dinlərin də təsirindən, din şeytanların təsirindən danışanlar var. Heç biri müalicə edə bilmirlər, heç biri. Adın qoyurlar şizofreniya, nə bilmirlər. İllərlə ömürlük də atırlar o xəstəxanalara. Boş şeydir. O dərman var, dərman deyil onlar. Düz elə şey var ki, elə adamlar var ki, psixiatriyada gedir, yuxu gətirən şeylər verirlər, yatır adam 2-3 gün, 5 gün, 10 gün özünü tutur, yəni beyni dincəlir yatmağına, ancaq oradakı diaqnozlara əsasən ömürlük yazırlar da ki, ruhu xəstədir falan. Ruhu xəstəlik yoxdur axı. Allahımız buyurur ki, insana öz ruhumdan üfürdüm. Allah öz ruhumdan üfürür. Allahın öz ruhundan, başqa ruh da demir, ruh üfürdüm. Fikirləşirsən ki, hansı ruhu üfürüb, necə bir ruhuymuş. Allahımız buyurur ki, Allah öz ruhundan üfürür. Allahın ruhu xəstələnə bilərmi? Allahın ruhuna dərman lazımdır. Allahın ruhundan üfürür, öz ruhundan. Allahımız buyurur ki, sizə səndən deyir, soruşsalar ki, Quranda buyurur, ruh haqqında soruşsalar, de ki, ruh Allahın əmrindəndir. Sizə bu barədə buyurur ki, sizə bu barədə çox az bilgi verilmişdir. Amma insanların hamısı, inan mən orada görmüşəm, necə həkimlərin özü, müəllimlərin özü, vəzifəli ilə hər bir kəs, o bəzəx var, yiyəsizlər atılır, onları demirəm. Ora gələnlərdən danışıram ki, gəlirlər, o sizdə dururlar, inan ki, evdə bəlkə ərin xəbəri yoxdur, heç kim xəbəri yoxdur, amma hamısı psixiatriyada gəlb məsləhət alır, dərman içir, nə bilim, axı, nə xeyri var? Xeyri yoxdur, Allah'a hamd olsun. Biz bu əsəb yaranır internetdən, telefondan, o pis vəziyyəti gərginliyi ilə, bu narahatlığı hiss edəndə onu söndürməklə həll olunur. Bir də ki, cinlər, mələklər var, onların təsirləri var. Psixiatriyada doğub da bu qeyri-adi hadisələri başa düşməyən həkimlərin güya müalicə etdiyi klientlər. Allaha hamd olsun. Nəysə. Gördüklərindən danışıram, bildiyimdən danışıram. Kim inanır, inansın, inanmır, inanmasın. Əslində odur ki, Qurana söykənməklə, Quranı yəni oxuyub Azərbaycanca biz, yəni kim nə dilində bilir, öz dilində oxuyub, anlamaqla, Qurana sarılmaqla, Allahımız Qurandan buyurur. Dinlərin insanlara vəsvəsələri, dinlərin insanlara girməyi, necə təsiri, məsəl üçün bir neçə ayənin ikisini deyim. Allahımız buyurur ki, kim Rəhmanın zikrindən üz döndü, zikir təsbih çevirmək deyil. Zikir oldu ki, Quranın bir adı zikirdir. Quranı oxumayanlar, yəni kim Rəhmanın zikrindən üz döndərərsə, Allahımız buyurur ki, biz ona şeytanı urcaq edərik.
Sonra buyurur ki, şeytanların kimə nazil olduğunu deyil mi? Deyir, onlar hər bir yalançıya və günahkara nazil olurlar. Sonra çox ayələr var. Yığmışam da onu kanalımda birinci zapisi deyəsən adlı düyməciyə basanda orada var. Ayələri yığmışam. Mələklərin təsiri, ruhlar haqqında, ruh haqqında, cinlərin təsiri haqqında, sonra vəhlərin gəlməyi. Məsəl üçün, onları paylaşmışam zapis adlı bölmədə. Məsəl üçün, bir misal da gətirim bundan da hamısını demirəm, çünki lazım olarsa deyərəm, heç kəsi yormaq istəmirəm. Sadəcə öz-özünə danışan adamlara dəli deməyin. Onların nə kimlə, nə ilə danışdığını siz bilmirsiniz. Qorxurlar, düzdür. Amma çoxu qorxuludur din şeytanlarla danışanlar. Çünki din şeytanlar vəsvəsə verir ki, çıxıcılar, filan kəsi öldür, nə bilirlər. Amma onu edirlər də, yəni təsirə düşənlər. Ancaq mələklərin danışdığı, mələklər dostdur, kömək edir, pis momentdə. Məsəl üçün, mənə o qədər kömək edirlər. Mən namaz qıla bilməyəndə, mən iş görməyə həvəsim olmayanda, məni hətta çox küçədə də olub ki, məsəl üçün, fikirli getmişəm, başını salmışam aşağı, deyib, sağa bax, sağa bax, baxmışam, görmüşəm, baxmasam, maşın mənim üstündən keçəcəkdir. Yaxşı, bu xəstəlik nə bilir ki, sağa bax, ya sola bax. Niyə düz deyil? Xəstəlik deyə bir sağ-sol bilir. Şizofreniya nə bilinlər, elə şey var. Mələkdir, dəqiq deyirəm. Mənimlə danışan mələk, şükür Allah, özümdən çıxmıram, həddimi də aşmayın. Həddimi aşmaq üçün eləmirəm. Yəni, belədir ki, çox təsirlənirəm ki, çox adamı bəzbəxt edirlər. Cinlə, cin şeytanlarla danışanlar, elə çox adam görmüşəm. Quranı oxuyur, Quranı əməl eləməklə qurtulurlar bundan. Çox videolar da var. Və mələklərlə də danışanlara şükür eləsinlər ki, mələk onlardan dostluq edir. Mən tək olanlar, təxminən neçə ildir, amma mələklər həmişə kömək edir. Qeyri-adi hadisələr olub, demişim, nətər oldu, Allah kömək elədi, bəli. Ancaq iminə mənim özümlə danışmağa mələkləri, mələk mənim danışanda mən deyiləm, yəni mənimlə danışır, ağzımdan çıxır onun sözləri, bir qüvvədir deyirəm, amma o qüvvə deyirəm ki, mələk, yəni özü deyib ki, mən mələyim, soruşmuşam. Sonra ancaq Quran oxumağa təhrik edir, namaz qılmağa, yəni mən heç kimdən işim yoxdur ki, heç kəsə pislik eləmirəm ki, və o mələk, yəni Allahın lütfüdür. Bayaq nəyə deyəcəkdim, bir şeydə demək istəyirdim, yadımdan çıxdı. Zapis adlı bölmədə baxa bilərsiniz. Hə, vəhlər barədə. Onu deyirdim ki, məsəl üçün, mən Instagramda bir dəfə görmüşdüm ki, bir qadın deyir ki, mənə Allah dedi ki, mən nəsə dedi. Altdan yazmışlar ki, də o dediyini dedi, dediyi yadımda deyil ki, bildirim. Nəysə, altdan rəylər yazmışlar ki, başı xarab olub, Allah adına, adamla danışarmı, nə bilmə. Allah hamd olsun, o ayələri yığmışam da, o zapisi bölməsində baxılsın, kim istəyir, baxsın, araşdırsın. Üstünə yazmışam, zəhnlə bağlı, cin şeytanlarla, mələklərlə, ruh barədə. Allah adi adamları da vəh edir. Məsəl üçün, Bəqərə surəsinin 259-cu ayəsi idi. Orada bu barədə bir dənə də paylaşım etmişəm. Yəni, orada vəh adlı video çəkmişəm. Vəhlər adi adamları gəldi, deyəsən, adı elə, videonun adı elə. Məsələn, orada yenə bunu demişəm. Çünki Qurandır, haqdır, həmişə də deyək, bilməyənlər bilsin. Allahımız buyurur ki, bir kəndli, təsəvvürün ki, Peyğəmbər deyil də, Allah indi neçədən hamısını desin, qurban olmalılar. Cəmaat qəribədir. Məsəl üçün, deyirlər ki, bir dəfə olub, ya nəsə, bunu deyəndə də görürsən, hə, deyirlər, keçirlər üstünə, sonra öz bildiklərində qalırlar. Elə deyil, Allah bir misal gətirirsə də belə, dünyada nə baş verir, hamısını desə, bir milyard dənə kitab olar, kim oxuyacaq?
Bu misalı Allah gətirir. Bu da orada da buyurur ki, insanlara dərs olsun deyə, örnek olsun deyə bu misalı çəkirəm deyə. 259-cu ayət deyəsən Bəqərə surəsi Allahımız buyurur ki, Allah bir kəsri olur, kafir olur. O Allah'a inanmır. O kişi deyir ki, bəs biz öldükdən sonra necə sürsümümüz birləşəcək, yenidən diriləcək ki, Allah da onu elindir ki, Allah ol deyir olarak elindir ki, Allah o yatır. Yatır, 100 il yazılmış. 100 ildən sonra Allah onu oyadır. Oyadır, Allah danışır o adamla. İndi o qadına yazmışlar, dəlidir, səfəkdir, Allah ancaq Peyğəmbərlə danışır. Ayələri oxusunlar da. Adama dəli deyib, dəlxanaya atıb haqqına girmək, kiminsə xoşuna gələrsə özünü arzulasın birində. Elə şey. Xoşuna gəlməsə başqasını da arzulamasın. Bilmədiyində heç kəs danışmasın. Mən də bildiyimi deyirəm ki, ayədir, kim istəyir götürsün, oxusun. Allahımız buyurur ki, 100 ildən sonra oyadır onu. Deyir ki, yediyin yeməyə bir bax, uzun qulağına bax. O da baxır, görür ki, uzun qulaq bütün skeleti qaldı da. Deyir, Allahımız buyurur ki, indi gör biz, Allah onunla şəxsən, yəni tək və tək danışır da, yəni aydındır da. Yəni, təsirlənir elə, çünki kimsə dəli yerinə qoyur, xəbərləri yoxsa çatdırın elə adamlara. Allah danışır, hamı ilə, vəhlə danışır. Başqa ayədə də var, bir yaddaşım yaxşıdır, orada Allahımız buyurur ki, adi insanlarla necə, peyğəmbərlərlə necə danışır və orada o deyir ki, baxır, görür ki, Allah buyurur ki, indi görsən o uzun qulağının necə üstünü ətlə örtür, deyir, necə dirildəcək, deyir, necəsə. İndi oxumamışam ayəni, yaddaşımda da qocalıqla bağlı nədirsə dəqiq qalmayıb. O mənasını deyirəm ki, baxır, görür ki, kəndçi baxır, görür ki, və uzun qulaq ətlə örtüldü və skeleti. Sonra dirildi. Bu oldu canlı eşək, yəni uzun qulaq. Və iman gətirir, deyir ki, mən artıq anladım. Bəli. İnternetdən də çox zaman, telefondan da uzaq durmaqla istirahət eləmək olar, kəndə getmədən kəndi tapmış olarıq. Heç kəsdə bir sözlə deyim, mən azdığım gələn bir şey də var ki, çox adam deyir, kəndsiz, əvvəllər ermənilər deyir, ruslar, küşki deyirlər. Bu, peyğəmbərlər təhqir eləmək deyir. Peyğəmbərlər hamısı kəndlərdə yaşayır. Məsələn, kənd mühitində yaşayırlardı. O vaxt indiki kimi ağaçları qırıb bir sıra eləmirdilər ki, bir sıra qaldı ağaçlar, onlar da quruyur. Kənddə yaşayırlar. İndi bu cəmaatı kəndsiz demək, bu nəyə görə dedim, yəni qılışıq deyirəm, yadımdan çıxır. Niyə qılışıram? Əsəbi deyirəm, beynim də tərtəmizdir. Ancaq yəni, hədə yəni kəndə gedib istirahət eləmək kimi zövq almaq, yəni beyni rahatlanmağın kimsə istəyirsə, elə pulu yoxsa kəndə getmədən internet telefonu söndürüb, zamanı blok edib, telefon səsini də alıb, lazım gəlmədə işığı söndürüb, oksidən də söndürəndə bəzən lazımdır elə eləmək, tam istirahət edirlər, kəndə getmiş kimi rahatca onu tapa bilər. Heç kəs bilmədiyini deməsin, heç vaxt da deməyək ki, bilirik. Çünki adam öyrəndikcə görür ki, heç nə bilmir. Çox şey bilmir. Sağ olun, alın.